gətirəcəklər, onu bir çox pis vəziyyətdə gətirəcəklər. O gələcək, gec-tez. Çünki o qədər haqsızlıqlar eləyir. Elə biri mən, Tural Sadıqlı. Siz bunu çox gözləyərsiniz, ey hakimiyyət və onun trolları. Mən Azərbaycana özüm istədiyim və xalq məni çağırdığı zaman gələcəm. Sadəcə bir dəqiqəlik videomla hakimiyyətin bu troluna necə paz qoydumsa, mənə dedilər ki, efirdən sonra üstünə təcili yardım maşını gəlib. Bəs mən nə dedim? Dedim, ay yaramaz, sən kimsən ki, Rusiyada yaşayan Azərbaycanlıları təhqir eləyirsən? O videomdan sonra təzədən çıxıb efirə, dili topuq vura-vura başlayıb haqqımda danışmağa. Çünki o qədər haqsızlıqlar eləyir. Elə biri mən, Tural Sadıqlı. Kimə haqsızlıq eləyirəm? Ay yaramaz. Niyə hakimiyyətdə olan bir məmurun adını çəkib demirsən ki, xalqa haqsızlıq etmə? Hələ prezidenti qoyuram kənara. Bircə məmurun adını çək də. Prezidentin köməkçisi Hikmət Hacıyev. Kül sənin təpənə ki, bunları pulla bəsləyirsən. Siz də xalqı təhqir edənlərə, ağzının danışığını bilməyənlərə medallar, mükafatlar, aylıq pul paketləri verirsiniz. Tural Sadıqlı təxribatçıdır. Bu çox adamların başını yeyib. Bundan sonra da yeyəcək, hələ davam eləyəcək. Bəli, mən sizin hakimiyyətdə oturanların çoxunun başını yemişəm, dallarından dəyib kreslolarını aşırtmışam və bundan sonra da edəcəm. Kimdir? Üstə burun bir meymun nə bilim kim oxşuyur. Bu sözlərinə şərh vermirəm. Əziz izləyicilər, şərhlərdə özünüz yazın. Mənə yaraşır, mən bu həyat yolu keçmiş adam oturub bu yaşdan sonra trolluq eləyim. Troll eləyən üçün cavanlar var da geçsin eləsin də və mənim yaşıma yaraşır. Gördüyünüz kimi özü də etiraf eləyir ki, o trolldur. Hakimiyyətə trolluq eləyir. Müraciətimizi soydaşlarımıza, cəmiyyətimizin üzvlərinə, Rusiyada və dünyanın başqa yerlərində yaşayan xalqlarımız. Mənə dedilər ki, bu danışığından sonra halı pisləşib və təcili yardım maşını çağırıblar.